Birincisi, Şöhrət müəllim, İran, Çinlə ABŞ arasındakı biz, yəni Trump'ın o getmədən öncə verdiyi, belə deyək də, press konferensiyanı biz gördük və orada onun çıxışında biz nə gördük? Bu dəqiq, yəni net bir suallara cavab verəndə Trump dedi ki, o Çinə sırf iqtisadi məsələlərlə bağlı olaraq gedir. Çünki uzun müddətli iqtisadi məsələlər Çinlə Amerika arasında açıq qalıb və bilirik ki, o tarif məsələsində, yəni gömrük tarifləri məsələsində malların ixracat olunması, ithal olunmasında böyük bir problemlər yaşanırdı bunların arasında. Sırf bunlar getmişdilər, belə deyək, Trump'ın getməsi iqtisadi məsələlərlə bağlıdır. Çünki Trump'ın seçki öncəsi verdiyi vədlər, belə deyək də ki, Amerikanın yenidən iqtisadi baxımdan gücləndirilməsi və yüksəltməsi və dünya arenasında birinci dövlət olmasının, bunun hər birinin baxımında, yəni iqtisadi məsələlər Trump üçün daha məqsədə uyğun olaraq hesab olunur və birinci hesab olunurdu. Təbii ki, burada İranla bağlı, üzr istəyirəm, Çinlə bağlı məsələlərdə oradakı o Çində olan nadir metallar, Çində olan yer qaynaqlarının hər birinin Amerika ilə, belə deyək, sövdələşməsinə gəlməsi, o müqavilələrin iqtisadi baxımdan bağlanması, bunlar hər biri bugünkü gündə Amerika üçün daha vacib məsələdir. İran məsələsinə gəldikdə isə, təbii ki, İran məsələsində Çinlə tam razılığa gəlməsi də mümkün olası bir şey deyildi. Çünki mən fikirləşirəm ki, Çinin bugünkü gündə Hörmüz boğazından keçən bütün yanacaq qaynaqları, belə deyək də, kənd təsərrüfatı malları və ümumiyyətcə oraya daşınan mallar, yəni logistik olaraq daşınan mallar Hörmüz boğazından istifadə olunur və bu da Çin üçün böyük bir əhəmiyyət kəsb edir ki, Çin bugünkü gündə həm oranın bağlanmasına Amerikanın, yəni oradakı o, belə deyək də, qısıtlamaları qoyması və nəzarətin gücləndirilməsinin hər birindən narahatçılığını təbii ki, bunlar danışmalıydılar və danışıblar da. Ancaq belə başa düşdük ki, Çindən Trump istədiyi nəticəni ala bilmədi. Söhbət bundan gedir ki, Çin, belə deyək, tam olaraq Trump'ın, çünki Trump ona nə demişdi? Getmədən öncə dedi ki, burada iki məsələ var. Biz Çinlə tarif məsələsini, iqtisadi məsələləri razılaşdırıb, İran məsələsinə də burada onlardan bir, belə deyək, netlik bir cavab alacaq. Yəni ki, Çin İrana heç bir məsələdə dəstək verməsin və ümumiyyətcə çalışsın ki, İrandan, belə deyək də, yanacaq qaynaqlarını, malları almasın. Yəni, bugün Trump'ın əsas mövqeyi ondan ibarət idi ki, Çinlə İranın da münasibətlərindəki o alış-verişi, belə deyək, ithal, ixrac məsələlərini, iqtisadi məsələləri də geridə qoymaq. Ancaq biz bunu görə bilmədik. Çünki Çin öz, belə deyək də, öz xeyrini bilən bir dövlət olaraq, bu qədər istehsalatı olan bir dövlət olaraq gedib hansısa başqa bir dövlətdə bahalı bir mal almayacaq. İran bugün ucuz bir mal bazara çıxardan dövlət kimi, yəni yanacaq qaynaqlarını çıxardan bir dövlət kimi, təbii ki, bugünkü gündə Çin İranla iqtisadi baxımdan münasibətlərini irəlilətmək niyyətindədir, nəinki onu durdurmaq. Siyasi baxımdan gələndə yenə də biz gördük ki, Trump yenə də Çindən istədiyini ala bilmədi. Çünki Çinin yenə də dediyim kimi iqtisadi məsələləri Çin üçün çox vacib olan məsələdir və iqtisadi məsələ Çin üçün o qədər vacibdirsə, demək burada nədir? Siyasi baxımdan da Çin əgər iqtisadi baxımdan xeyir tapırsa, demək hansısa bir dövlətə də bir siyasi baxımdan dəstək verməlidir və onu da demək lazımdır, Çin də başa düşür ki, Amerika heç vaxt sözündə duran bir dövlət olmayacaq da. Yəni, Qərb ümumiyyətcə indiyə qədər dünya siyasəti arenasında verdikləri sözlərin heç birinin arxasında dayanmayıblar. Ona görə də Çin də bunu anladığına görə
Trump'ın da çıxışında biz gördük ki, bir balaca belə bir mən onun Telegramda olan bir çıxışına baxdım. Tam bu görüşdən də istədiyi nəticəni ala bilməyib və narazıçılıqları da qalıb. Razıyam, ala bilmədi. Əsasən də İran məsələsində düzdür. Nüvə məsələsində razılığa gəldilər ki, İran nüvə silahını əldə edə bilməsin. Hörmüz boğazının açılması ilə bağlı müəyyən fikrə gəldilər, amma İran məsələsində konkretlik olmadı. Bu Türk Dövlətləri Təşkilatı sammitində bu məsələyə münasibətin bildirilməsi və yaxud da ki, bildirilməməsinə münasibətiniz necədir? Bilirsiniz, Şöhrət, Türk dövlətləri ilə bağlı olan məsələ də demək olar ki, bugünkü gündə, çünki Türk dövlətlərinin içində olan, yəni bu dövlətlər, bugünkü belə götürür, Türkiyədir, Azərbaycandır, Qazaxıstandır, Qırğızstandır, özdə. Bu dövlətlər hər biri İranla ayrı-ayrılıqda bir iqtisadi və siyasi baxımdan bir münasibətləri var. Gəlin götürək elə birinci elə bizim öz ölkəmizi. Biz İranla qonşu bir dövlətik. Bugün İranda baş verən hər bir balaca bir hadisə sərhəd bölgəsi olaraq bizim ölkəmizə də təsirini göstərir. Bu həm iqtisadi baxımdan olsun, həm siyasi baxımdan olsun. Əgər bugün İranda hansısa bir hərbi əməliyyat gedəcəksə, bunun mütləq şəkildə Azərbaycana böyük bir təsiri olacaq. Bu həm demoqrafik baxımından olacaq, bu həm iqtisadi baxımdan, həm siyasi baxımdan olacaq. Dünya siyasətində də bu özünü göstərəcək. Çünki biz gördük ki, İranda gedən müharibədə, İranla ABŞ-İsrail müharibəsində neft həddindən artıq uçmuş bir qiymətlərə gəldi, çıxdı və bu da nəyə gətirdi, çıxartdı? Bu bazarda belə deyək də, rəqabətin daha da gedən rəqabətin daha da problemə çevrilməsinə və biz gördük ki, neft getdikcə bahalaşır və təbii ki, burada da hasilatlar azalır və getdikcə də iqtisadi baxımdan hər bir tərəfdə qıtlanma, yəni kilitlənmə başladı. Türk dövlətlərinin, Azərbaycan yenə dediyim kimi qonşu bir dövlətdir. Orada baş verən bütün hadisələr istər-istəməz Azərbaycana da çox böyük bir təsiri göstərəcək. Türkiyə məsələsinə gələndə, Türkiyə həm NATO dövlətidir, bir tərəfdən İranla regionda olan yaxın bir dövlətdir. Çünki yaxın şərqdə olan iki böyük dövlət, belə deyək, biri Türkiyədir, biri İrandır. Və Türkiyənin birbaşa İrana təbii ki, dəstək verməsi mümkün deyil. Çünki orada da bir yaxın şərqdəki siyasətdə Türkiyə ilə İranın arasında böyük bir narazıçılıqlar var, antagonizmlər var. Çünki Sünni Şiə məsələsi də burada öz əksini tapır. Bunu da net demək lazımdır. Və təbii ki, İranın ümumiyyətcə illər boyu, belə desək də, proksi qüvvələrlə apardığı mübarizələr, Suriyada getdiyi, Suriyada, İraqda, Livanda gedən proseslərdə Türkiyədə iştirak edib, yaxın bir şərq dövləti olaraq Kürdlərə verilən dəstək, hansı ki, belə deyək, bugün Türkiyənin yanıqlı yeridir, Kürdlərə verilən dəstək və bunların hər birini biz bir mənalı olaraq gətirəndə biz görürük ki, Türkiyə İrana tam dəstək verməsə də bir müsəlman dövləti, qonşu dövlət olaraq təbii ki, İranda baş verən hadisələr həm demografik baxımdan dediyim kimi, həm siyasi, həm iqtisadi baxımdan Türkiyənin də həm siyasətinə, həm iqtisadiyyatına, həm də demografik baxımdan, çünki İrandan həddindən artıq çox Türkiyəyə bu savaş dönəmində də insanlar köç elədilər, gəldilər. Yəni, bu baxımdan da Türkiyə təbii ki, çox çətin bir vəziyyətə qalır. Digər bir tərəfdən də təbii ki, İrana dəstək verilir. Çünki Türkiyə ilə İsrailin münasibətləri bugünkü gündə bəllidir. İsrail Qəzza məsələsində və Filistin məsələsində Türkiyə ilə birbaşa, belə deyək də, siyasi baxımdan heç cür uyğun gələ bilmirlər. Çünki Qəzzaya və Filistinə Türkiyənin verilən dəstək və bir tərəfdən də işğalçı İsrail dövləti və eyni zamanda da Livanda da bugün baş verən hadisələrə də Türkiyə qəti şəkildə narazıçılıq bildirir. Çünki İsrail Livanın sərhədlərini keçərək bir bölgəsini artıq zəbt edib. Və bu məsələlərə gələndə təbii ki, Türkiyə həm bir tərəfdən
NATO dövləti olaraq, belə deyək, Qərbin yanında olaraq, digər bir tərəfdən əslində Amerika ilə də çox yaxın münasibətləri güya ki biz görmürük orada. Çünki Türkiyə uzun müddətdir Amerika ilə bilirsiniz ki F-35'lərlə bağlı, S-400'lərlə bağlı böyük bir sıxıntılar da yaşadı. Və bugünkü gündə də yəni Türk dövlətlərinə gəldikdə Türkiyə, Türk dövlətlərinin belə deyək də yəni başında duran bir dövlət olaraq həm qərb tərəfə, həm də bir tərəfdən İranı dəstəkləməklə ancaq lakin burada hardasa bir növ bir balans yürütmək niyyətindədir. Çünki balanslı məcbur da eləməlidir. Yenə dediyim kimi qərbə yaxın bir siyasəti var, iqtisadiyyatı var. Bir tərəfdən də İranla olan, yəni şərqdə, yaxın şərqdə olanda bir rəqabəti var İranla. Rəmiyə xanım, burada bir münasibət toxunaq. Biz Türkiyənin ərəblərlə olan münasibətini də unutmamalıyıq. Hakan Fidan fikir verdiniz, Katarda nə bəyanat verdi ki, İran Hürmüz boğazını silah kimi istifadə eləməməlidir və o cümlədən ərəb ölkələrinə hücumu da bütün hallarda mənfi qiymətləndirdi. Yəni Hakan Fidanın Xariclər Naziri səviyyəsində İranı ittiham eləməsinin həm də ərəb ölkələrinə qarşı da İranın tutduğu mövqe ilə bağlıdır. Yəni onu da nəzərə almaq lazımdır məncə. Bilirsiniz, şöyle demem, İranın ümumiyyətcə nüvə silahının olmasını və yaxud da uranın zənginləşdirilməsi Türkiyə üçün də lazım olan bir məsələdir. Evet. Çünki Türkiyə özü bilirsiniz ki, axı uzun zamandır çalışır ki, o da bir nüvə silahını hardasa əldə edə bilsin. Çünki böyük bir aktora çevrilib artıq həm dünyada, həm yaxın şərqdə. Ona görə də onun yaxınında olan böyük İran kimi belə deyək də bir hardasa bir düşmən mövqeyi güdən bir dövlət olaraq yaxın şərqdə rəqabətçi bir dövlətin uran zənginləşdirməsi və yaxud da nükleer silahının olması onun da işinə gəlmir. Digər bir tərəfdən siz dediyiniz kimi Türkiyənin həddən artıq çox ərəb dövlətləri ilə böyük bir belə deyək, iqtisadi baxımdan, həm də siyasi baxımdan bir dəstəyi var. Çünki Katardan və digər ölkələrdən Türkiyəyə hər zaman böyük məbləğlərlə, belə desək də, investisiyalar ötürülür, investisiyalar gəlir və bu investisiyaların da bugünkü gündə, belə deyək, gəlməsi, oradakı şirkətlərin çalışması, bunların hər biri yaxın şərqin üzərindən çalışır və yaxın şərqdə də ən böyük logistik hub bugünkü gündə Hörmüz boğazıdır və Hörmüz boğazından da bugün keçə bilməyən, belə deyək də, bütün logistik gəmilər, logistik nəqliyyatlar təbii ki, böyük bir sıxıntılara gətirib çıxardı ki, bu da artıq Türkiyənin iqtisadiyyatında çox böyük bir sıxıntılara gətirdi, bu ərəfədə də çıxartdı. Çünki son bir neçə ayda, belə desək, Türkiyənin kənd təsərrüfatında və bəzi sahələrində sırf Hörmüz boğazından mal, belə deyək, ixracat olmadığına görə böyük bir sıxıntılar yaşandı. Rəmiyə xanım, bir məsələyə də diqqət yetirək. Nədir o? Bu proseslər, fikir verirsiniz, bax, danışıqlardan sonra baş verən beynəlxalq təşkilatların platformalarında, iki tərəfli, böyük dövlətlərin iki tərəfli görüşlərində və s. və axır məqamlarda İran məsələsində sanki bir tərəflər ehtiyatlı mövqe tuturlar. Necə yəni ehtiyatlı mövqe? Bax, iki super güc deyək, özlərini bir-birlərini super güc adlandırırlar və zaten də elədir. Amerika və Çin hadisələrin bu cür cəryan etməyin sanki tərəfdarı kimi çıxış elədilər. Hadisələr İranda bugünkü vəziyyət, İranla bağlı bugünkü vəziyyət necədirsə, o cürdə qalmağının konturlarını mən görürəm. Şəxsən mən o cür başa düşdüm. Çünki heç bir tərəf ciddi bir güzəşt eləmək, ciddi bir addım atmaq və s. kimi məqamlarla rastlaşmadım. Sizə elə gəlmirmi ki, bu hadisələrdə yenə də Amerika İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə çalışacaq, iqtisadi blokadanı gücləndirməyə çalışacaq və digər tərəfdən də Çin əl altdan İrana hansısa formada dəstək verməyə çalışacaq və beləliklə münaqişənin uzanma prosesi baş verəcək. Şöyle deyim, gəl belə açıq danışaq da. Yəni, əslində münaqişənin açıq qalma prosesini ən çox istəyən dövlət İsraildir bu məsələdə. Çünki İsrail bu məsələdə özəy nöqtənin, belə deyək, özəy nöqtədir.
Və təbii ki, İsrail bugün bizim tərəfdaşımızdır. Biz İsraillə çox yaxşı münasibətlərimiz var. Amma bir tərəfdən də dəqiq, yəni açıq, yəni hər kartları necə deyirlər, açıq oynayanda biz görürük ki, bugünkü gündə İrandakı vəziyyətin bu səviyyədə saxlanılması və yaxud da ki, İranın belə deyək də, blokadada 47 il qalmış bir blokadadakı İranın bundan sonra da hələ bir 47 ildə qalması təbii ki, birinci növbədə İsrailin xeyrinədir və İsrailin arxasında belə deyək də duran Amerikaya bugünkü gündə xeyirdir. Çünki Amerika bir növ belə deyək, bu müharibədə, bu savaşda Amerika öz mövqeyi ilə deyil, İsrailin mövqeyi ilə çıxış elədi. Yəni bundan öncəki belə deyək də rəhbərlərinin, Amerikanın rəhbərlərinin atmadığı addımı Trump attı. Təbii onlar dəstək verirlərdi, ancaq açıq münaqişəyə getmirlərdi. Açıq münaqişəyə Trump'ın vaxtında, yəni belə desək, İsrailə daha yaxın bir fiqur olmasıyla əlaqələndirilərək bunu daha açıq bir münaqişə formasına getdi. İranın bugünkü gündə bu vəziyyətdə qalması, blokada şəklində qalması və ümumiyyətcə İranın belə deyək də iqtisadi baxımdan inkişaf etməməsi təbii ki, həm İsrailin, həm bugünkü gündə Amerikanın xeyrinədir. Ancaq Amerika bu məsələdə hansı yol tutacaq və həqiqətən İsrailin sonuna qədər dediyi ilə gedəcəkmi? Yəni Trump'ın... Rəna xanım, açıq dediniz danışaq, gəl açıq danışaq. Məncə tək Amerikan və İran yox. Elə Türkiyənin də marağındadır bu vəziyyətdə İran qalması. Çinin də marağındadır, Rusiyanın da marağındadır. Elə şəxsən bizim də marağımızdadır. Amma mən müharibənin uzanması problemini mən daha çox qabartmaq istəyirəm ki, yəni müharibə vəziyyəti konflikt vəziyyəti. İqtisadi baxımdan çökərdilməsi, nüvə silahının əldə edilməməsinin hamımız tərəfdarıyıq. Amma müharibə vəziyyətində qalması istər-istəməz bölgələri təhlükə yaradır İran. Elə Azərbaycan da daxil bir aqressiv, əlində silah olan aqressiv bir ölkə bu vəziyyətin uzanmasından bezib və istədiyi yerə raket fırladacaq. Bax, mən o tərəfinə istəyərdim. Təbii, mən sizinlə tamamilə razıyam. Mən bunu, deyəsən, biz keçən dəfəki çıxışımızda da dedik, yoxsa bilmirəm, hansı bir jurnalistin çıxışın fikirlərimi onu da söylədim. Mən dedim ki, İran hələ ki dözümlü bir dövlət, yəni dözür bu vəziyyətə. Ancaq son nöqtədə İran artıq o Putinin bir sözü vardı, keçən dəfə dedim, biz yoxluqsa dünyada heç kim olmasın məsələsi. Bu məsələdə İranın da siyasətinə artıq dönüşə biləcək. Əgər yaxın şərqdə İran kimi bir dövlət olmasa, bu dövlətlərin onda heç birinin olmasına da ehtiyac yoxdur, yəni qonşu dövlətlərin. Təbii ki, bugünkü gündə onun birinci düşmənlərindən biri cənub tərəfindəki Azərbaycanla, digər bir tərəfdən də Türkiyə dövlətidir. Ən böyük, belə desək, düşmənlərindən birinə çevriləcək. Çünki hər iki dövlət də bugünkü gündə çox yaxın münasibətdədirlər və təbii ki, həm cənub tərəfdə, həm yaxın şərq tərəfdə böyük bir aktora çevrilirlər və bu da İranın heç bir xeyrinə deyil. İranın bugünkü gündə istədiyi olan məsələ, əgər bu məsələlər həll olunmazsa, təbii ki, biz İrandan hər şeyi gözləyə bilərik. Çünki İran nə qədər gücsüz bir dövlət olmasına baxmayaraq, proksi qüvvələrinə hələ də maddi baxımdan və hərbi baxımdan dəstək verir. Onların üzərindən yenə də hansısa bir əməliyyatlar keçirdə bilər və terrorizmə böyük bir yol açma ehtimalı çox böyükdür. Bunu danmaq olmaz. Ancaq İranın da bu vəziyyətdə, İranın zaten çıxışlarında görürük ki, biz Araqçının son çıxışlarında biz baxdıq ki, bir necə dəfə də onu dedi ki, digər dövlətlərə, yəni yaxın dövlətlərlə bağlı və dünya dövlətlərinə də belə deyək də, digər dövlətləri səslənirək, qərbə və hər kəsə səslənərək deyir ki, İsraili durdurmaq lazımdır, Amerikanı bu müharibədə düzgün yola, belə deyək, düzgün fikrə gətirmək lazımdır ki, danışıqlar masasında biz ortada bir sövdələşmə yarada bilək. Ancaq mənə elə gəlir ki, bu sövdələşmənin də hələ ki mümkünatı çox görünmür və hələ də yəqin ki, bu münaqişə bu vəziyyətdə hələ bir müddətdə uzanacaq.
prosesinə istəyərdim bir iki kəlmə də ora münasibət bildirək. Çin Pakistana son dünənki məlumatda oxudum. Çin Pakistana təkid edir ki, İranla Amerika arasında danışıqlar prosesini yenidən aktivləşdirsin. Bu aktivləşmə mümkündürmü? Çünki tərəflər çox maksimalist çıxışlar edirlər, tələblər irəli sürürlər. Elə Amerikanın tələbləri maksimalist olduğu kimi İranın da tələbləri. İran da deməyək, Sepahın tələbləri daha maksimalistdir. Çünki İran daxilindəki o biraz belə deyək, obyektiv tərəfə Sepah imkan vermir. Elə onunla bağlı da soruşacağım. Əsas əvvəl bunu danışaq. Bu danışıqların bərpası mümkündürmü və tərəflər hər hansı bir güzəştə gedə bilərmi? Bu Amerika tərəfi olsun, yaxud da ki, İran tərəfi olsun, fərq eləmir. Şöhrət, mənim şəxsi fikrimi mən söyləyim sizə. Əgər belə deyək, bu danışıqlara getmək mümkündür. Mümkündür. Ancaq bir şərtlə ki, əgər Amerika öz istəyi ilə, yəni kiminsə üçüncü bir dövlətin diktovkası olmadan, belə deyək, gəlib oturub o masada İranla hansısa bir danışıqlara gedə biləcək. Yəni biz gördük ki, son Pakistan görüşlərində Vensə gələn zənglə, belə deyək də, Vens otaqdan çıxdı və bir danışıqların, belə deyək, məsələsi, danışıqlar tam da realizə olunmadı. Ona görə də əgər bugünkü gündə Trump iqtisadi baxımdan, belə desək, iqtisadi baxımdan Hörmüz boğazındakı gedən prosesləri və artıq deyilir ki, İran internet, Hörmüz boğazının altından keçən internet kabellərə də böyük bir nəzarət sağlayıb. Bu biraz, bu tam da belə desək, reallığa tam uyğun olmayan bir məsələdir. Dedi kəsəcəyik kabellərə. Bu biraz tam reallığa uyğun olmayan bir məsələdir mənim fikrimcə. Çünki internet şəbəkəsi o qədər genişdir ki, tək Hörmüz boğazının altından keçmir bu optik kabellər, digər bir tərəfdən də keçir. Yəni bu uzaqbaş teyp üzərindən də həll olunan məsələdir. Ona görə hansısa bir şirkətlərin bununla bağlı bir, belə deyək də, bir nəsə şikayətləri, bunun əsası məncə yoxdur. Yəni, təbii ki, orada hansısa bir dayanmalar, azalmalar baş verə bilər. Ancaq tam olaraq internetin kəsilməsi mümkün deyil. Və bugünkü gündə yenə dediyim kimi, Pakistanda gedən danışıqları yenidən müzakirəsi mümkündür. Lakin burada həm Amerika tərəfi, həm İran tərəfi, belə deyək, iki tərəfin ikisi də ortaq bir məxrəcə gələrək, o maksimalist siz dediyiniz kimi istəklərini azaltmaq məcburiyyətindədirlər. Zaten Amerikanın istədiyi ən böyük, belə desək də, nüklər silahın və uranyumun olmamasını, azalmasını istəyiblər İrandan. İran da o məsələdə artıq bir neçə dəfə çıxışlar da elədi ki, nüklər silahın zaten olmaması artıq bəllidir. Ancaq uranyumun da azalmasını, yəni ona görə bir jest eləyirlər də, belə desə bir addım atırlar. Ancaq burada mənim fikrimcə yenə də dediyim kimi Amerika tərəfinin sizin dediyiniz kimi maksimalist fikirləri tək Amerikanın özündən qaynaqlanmır. Həm də yaxın şərqdəki, belə deyək, İsrail dövlətinin istəkləri ilə qaynaqlanan məsələdir. Ona görə də burada danışıqlarda Amerika bir növ İsrailin istəklərini biraz azaldacaq bu məsələdə və İranla sövdələşməyə təbii ki gedərsə, orada mənə elə gəlir ki, orta bir məxrəc hardasa bir bəzi şeylərdə tutula bilər. Ancaq bu vəziyyət hələ mən dediyim kimi bir müddət hələ gedəcək. İranda da Sepah kanadı radikal mövqedən çıxış eləyir. Yəni istər-istəməz qaliba Pezeşkiyan kimi seçilmiş vəzifələrə qarşı hardasa müəyyən təzyiqlər var. Və söhbət gəlir, çıxır istər-istəməz müharibə amilinin üstünə. Fikir verirsinizsə, Trump'ın vaxtı daralır, nə baxımdan, həm seçkilərlə bağlı, həm hələ onun seçkilərinə demirəm. Son Senatın səs verməsinə fikir verdiniz, 50-49, 7-ci dəfədən gəlib 59-40-a çatıblar. İndi növbəti 8-də bu tərsini olacağı da ola bilər, yəni bu problemə çevrilə bilər Trump üçün. O cümlədən aralıq seçkiləri gəlir, o da problemə çevrilə bilər. Yəni, bütün bunlar göstərir ki, proseslər ən azı 1-2 ay müddətinə Trump tərəfindən həll olunmalıdır.
Vaxtı yaydır. Bu 3 aydır. Aralıq seçkiləri məncə sentyabr-noyabr payızda başlayacaq. Sizin fikrinizcə bu vaxtdan müharibə belə deyək, silahından istifadə oluna bilərmi? Çünki bildiyiniz kimi əlavə qüvvələr də cəlb olunur bölgəyə. Bilirsiniz, məncə bu vəziyyətdə Trump özünün də belə deyək, daxili auditoriyada artıq Trump böyük bir belə desək, əslində Amerikanların özünü dinləyəndə, yəni indi az çox telegramlarda oxuyuruq, sosial şəbəkələrdən biz görürük onların mümkün. Trump artıq Amerika üçün bir problemə çevrilib. Yəni Amerikan vətəndaşı Trumpa artıq əvvəlki kimi onun seçki öncəsi verdiyi vədlərlə və seçildiyi vədlərlə güvənmir. Artıq yəni sülh yaradacaq deyən, yəni Ukrayna-Rusiya savaşını bitirəcək Trump bugünkü gündə özü az qala 3-cü Dünya Savaşını gətirib çıxardan bir müharibəyə girdi. Və ona görə də bugün daxili siyasətdə belə deyək, Trump'ın özünə çox böyük, həddindən artıq çox böyük təzyiqlər var. Demokratlar tərəfindən var, əhali tərəfindən var, iqtisadi baxımdan çox böyük ona bir təzyiqlər var. Ona görə də bugünkü gündə Trump'ın da birinci növbədə kəndi auditoriyasını, belə desək, Amerikan auditoriyasını ilk öncə özünə yenidən inandırmalıdır. Çünki orada biz səs vermələrə baxanda biz görürük ki, yəni bu artıq Trump'ın əvvəlki, yenə dediyim kimi, o imicı qalmayıb. Və təbii ki də Trump bu məsələdə əlindən gələni məcbur da eləsin. Eləməlidir ki, ya bu müharibəni bir dəfəlik bitirməlidir, yəni bağlamalıdır və yaxud da ki, bu müharibə açıq bir vəziyyətdə, belə desək, qalaraq digər bir prezidentin öhdəliyinə keçəcək. Ancaq məncə Trump bunu çalışacaq ki, hansısa bir yolla bitirsin və iqtisadi baxımdan bütün ölkələrə təsir eləyəcək və ən çox da İranın özünə iqtisadi baxımdan, belə desək, sanksiyalarla və yaxud da ki, Hörmüzdə gedən bugünkü proseslərdən ona daha çox təzyiq göstərəcək ki, hansısa bir nəticəni seçki öncəsi alsın. Çünki Trump zaten onun xarakterinə uyğun deyil ki, orada hansısa bir nəticəni, o istədiyini, yəni hansısa bir almamağa gətirib çıxartmasın. Ancaq burada İran tərəfi də çox, siz dediyiniz kimi, Sepahın məsələsi burada çox güclüdür İranda. Çünki İran bilirsiniz ki, bugünkü gündə daxildə özü 2-3 yerə bölünüb. 2-3 zaten orada bir hakimiyyət, belə deyək də, bir hakimiyyətlik var. Biri Sepahdır, biri dini liderlikdir ki, hansı hələ ki ortada yoxdur və prezidentlikdir. Nə prezidentdən bugünkü gündə, nə də Xamneydən bir xəbər yoxdur. Demək ki, burada güc hələ ki Sepahın üzərindədir və hərbi baxımdan Sepah bugün bütün ölkəni əslində belə desə işğal edib və nəzarət edir. Ona görə də bugünkü gündə mənə elə gəlir ki, burada danışıqlar artıq nə araqçıla gedilsə də və yaxud da ki, belə deyə başqasını, ilk növbədə burada Sepahın özü ilə bir üzdə olmasa da amma arxada, yəni pərdə arxasında bir danışıqların gedilməsi vacibdir. Belə başa düşdüm ki, razılığa gəlməlidir Sepahla İsrail. Nə İranın, belə deyək, mülki hakimiyyəti, nə də Amerikanın bu işdə mümkünatı yoxdur. Mümkünatı yoxdur. Yəni Sepahla burada Sepahla mütləq şəkildə bir pərdə arxası bir danışıq gedilməlidir burada. Yəni ki, bu İranın məsələsində əgər razılığa gələcəklərsə burada danışıq Sepahla gediləcək. Çünki digər belə deyək güclər bugünkü gündə İranda heç bir rol oynamır.